Herkesi salamlayıram. Bugün marazinikə zamorоженный şeyler hazırlayıb yığacağım. Yəni buzluqda ətdən balaca kiftələr, kotletlər, dolma hazırlayıb atacağım marazinikə. Bəzən fikirləşirlər ki, çox insanlar düşünür ki, bu ziyanlıdır filan. Yox. Yəni böyük supermarketlərdə xaladilniklər olur ki, spesialni orada zamorоженный şeyler satılır. Kotletlər, kiftələr, salatlar, yəni xəmirlər, hər bir şey. Daha pekarda belə orada böyük xaladilniklərdə gəlir şirniyyatlar, xaçapurilər, samsa, piraşki, hər şey içində göyərtisi, əti filan. Orada bir həftə 10 gün, yəni srokla xaladilnikdə qalır. Yəni gündə hər gün bişir, sveji satılır. Ona görə də yəni belə xaladilnikdə atıb saxlamaq heç də bir ziyanı yoxdur. Ən çox da işləyən xanımlar üçün, körpə uşağı olan xanımlar üçün çox əlverişlidir. Yəni bəzən olur da evdar xanımlar sevirlər hər gün sveji çıxarıb nəysə bişirməyi. Amma olur ki, yəni bəzi xanımların vaxtı olmur. Həqiqətən çox əlverişlidir. Mən də həmişə belə eləyirəm. Son illərdə bu mənə çox sərf eləyir. Marazinik böyükdür, yığıram, hazırlayıram, atıram ora. Ətdir, burada yəni mal ətidir, piyli. Üstünə göyərti, soğanı xırda-xırda doğrayıb əlavə eləmişəm. 2 dənə bulyon, indi bunları əzəcəm. Duzunu əlavə eləyirəm. İstiot, sarı kök, quru nanə, düyü. Bir böyük dişdə sarımsaq əlavə eləmişəm, onu da deyim. Əti çəkmək prosesi də uzun prosesdir. Ət maşınını yumaq, bunu xanımlar bilir. Ətin özünü sümükdən ayırmaq, çəkilməkli əti ayırmaq filan. Bunların hamısı sırazu mən eləyirəm ət alan kimi. Zamorоженный şeyləri də eləyirəm. Bir gün bütöv ya da 2 gün vaxtım gedir. Ondan sonra bir həftə, 10 gün, 2 həftə. İndi baxır nə qədər istifadə eləyəcəyimə rahat oluram. Əti qarışdırdım, 2 hissəyə ayırdım. Bunu kiftə, qazan kotleti eləyəcəm. Yumurta əlavə elədim bunu. Bu birisini də dolma üçün. Kiftələr üçün belə bir dənə qaba yumrulayacağım, yığacağım. Yəni yumru ya uzun sov. Sonra qoyacağım marazinikdə qalacaq. Hardasa nə bilim 1 saat, saat yarım baxacağım da bərkiyəcək. Yəni tam belə bumbuz yox. Bərkiyəcək. Hansı ki mən onu bir kuloka yığacağım. Orada bir-birinə yapışmayacaq dərəcədə bərkiməlidir. Belə buna yığacağım, sonra qoyacağım marazinikə. Belə bir-birindən biraz aralı məsafədə yığdım. İndi bu sarafanı belə bunun üzünə çevirirəm. Təzədən bir sırada kotletlərdən eləyib. İkinci sıranı da düzdüm. Təzədən bu sarafanı çevirirəm üzü bu tərəfə. İndi 3-cü sıranı düzəcəm. 3-cü sıranı da düzdüyümə görə bir dəfə də belə çevirirəm sarafanı. İkisini də belə qoydum. Deməli 6, 6, 6, 18, ikisini də üstünə 20. İndi bunu belə çevirirəm. Belə formada. Şo. Burada yəni 20 dənə kotlet var. Belə. Bunu da ayrıca belə bir adi salafanın içinə keçirirəm. Ağzını belə bükürəm. Qoyuram marazinikə. İndi də keçirəm kiftələri bükməyə. Neçədən kiftə olduğunu bilmirəm. Hələ göz yarı turşu götürmüşəm. Kiftələrimi hazırladım. 10 dənə uzun sov, 10 dənə də yumru. Kartuşkalarını da özü boyda eləyirəm. Yumrular üçün yumru, uzun sovlar üçün uzun sov. Belə, indi bunu qoyuram yenə də marazinikə. Hardasa indi dolmanı, yarpaq dolmasını bükənə qədər indi 1 saat mı, saat yarımdan, bəlkə ondan da çox baxacağım. Bu qalacaq orada bərkiyəcək. Ondan sonra da bunları yığacağım kulok. Bir dənə salafanın içinə. Hamısını belə büküb o formada atacağım marazinikə. Belə bu formada koyuram bunu. Toyuğun filesini də qaynatmışam. Stay üçün, salat üçün çox yaxşı. Bunu da atacağım marazinikə. İndi də tikə ətləri doğrayacağım hamısını. Belə bu formada, hamısı eyni formada kubik doğrayacağım. Yuyacağım, qaynadacağım. Belə soyutma. Doğrayandan sonra təbii ki təzədən yenə yuyacağım. Marazinikdən çıxarmışam. Buzu açılıb, elə biraz da buzlu olmağı daha yaxşıdır ətin tez rahat doğranmağı üçün.
Buzlu olduğuna görə necə səliqəli doğranır. Ətin hamısını yudum haş süzəndən. Suyunu süzdüm, qazana əlavə elədim. İndi sadəcə qaynadacağım, heç bir şey əlavə eləmədən. Biraz istiot, ifşo, eləcə də suyunu süzüb marazinikə yığacağım. Ət orada qaynayana qədər mən də yarpaqlardan büküm. Yarpaq çoxdur, hələ ki bunu bükürəm. Lazım olsa yenə təzədən açacağım, bükəcəm. Yarpaqlarım belə alındı. Yarısını yumru, yarısını da uzun sov bükdüm. Yenə də belə bir paketin içinə qoyuram, qablaşdırıram. Marazinikdə saxlayıram. Və budur, küftələrim artıq hazırdır. Hamısı buz bağlayıb. Səsindən də görürük ki, necə bərkdilər. İndi hamısını paketlərə yığacağım. Yumrunu yumru, uzun sovu da uzun sov qoyacağım marazinikə. Deməli bu xırda-xırda doğradığım ətləri də qaynatdım, yığdım bura. Krişkasını bağlayaq. Belə. Hə dostlar, deməli o çəkdiyim ətin hazırladığımda, yəni zamarojunlu bütün şeylərin hamısını hazırladım. Qalan əti də biraz ət qalmışdı. 3 dənə belə böyük bir badımcan var idi. Təzə qəşəng, içi çox gözəl svej idi. İçi belə idi. Elə bu görsənir burada. İçi də var belə təzə idi. Ona görə içini badımcanı pörtdətdim. Əti də biraz qovurdum. Sonra belə yağın, duzun, bütün ədviyyatların, pomidor əlavə elədim. Biraz da su. Yağı da əriyir, ucu bişir. Bunu da sabah üçün yemək eləyirəm, hazır qalsın. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Dedim meyvələrlə, qəşəng bir mənzərə ilə sağollaşın. Gələn videolarda görüşənədək. Hər kəsə hazırlayan, hər kəsə, bişirən hər kəsə nuş olsun.